Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Çinə səfər edib. Belə ki, ölkədə yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Çinin Baş Gömrük Administrasiyası ilə keçirilən görüşdə Azərbaycandan Çinə ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair protokol layihəsi imzalanıb. Həmçinin tərəflər ixal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlıq mexanizmi üzrə sənəd layihəsini də imzalayıblar. Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsində böyük töhfəsi olacaqdır və gələcəkdə nəinki fındıq və badam məhsulu, digər heyvan mənşəli məhsulları, quş əti məhsulları, alma, çəyirdəkli və çəyirdəksiz bitki məhsullarının Çin Xalq Respublikasına ixracı ilə əlaqədar işlər aparılır. Eyni zamanda quş ətinin Çinə ixrac olunması üçün hazırda danışıqlar gedir və razılaşdırılma ərəfəsindədir. Qeyd edək ki, Çinin ölkəmizə indiyə qədər quş idxala qoyduğu qadağa xüsusən quş qripi ilə əlaqədar idi. Artıq bu məsələ gündəlikdən çıxdıqdan sonra bir sıra müəssisələr müraciət edərək Çinə ixrac etmək istədiklərini bildirmişlər və Çinin aidiyyatı qurumuna danışıqlar aparılır ki, bizim ölkəmizdə həmin müəssisələrdə xüsusi araşdırma, qiymətləndirmə aparılsın.